Bunu birinci dəfə işləyəcəksiniz burada. İlk dəfə məndən duyacaqsınız. Bəli, İlham Əliyev çox böyük başlar gedəcək. Çox böyük başlar gedəcək İlham Əliyevin ağa babası. Mehriban Əliyevanın aşkı Netanyahunun durumu ağırdır. İlham Əliyevin axırıncı qucağına hoppanıb bu savaşa qucağında girdiyi Trump'ın vəziyyəti ağırdır. İlham Əliyevi o qüvvələri orada saxlamışdı, hansısa bir missiyanı yerinə yetirmək üçün İlham Əliyev sıçıb buladı. Dəyərli həmvətənlərim, İlham Əliyevin vəziyyəti ağırdır. Gürcüstandakı sərvətlərin, Gürcüstandakı İlham Əliyevin milyardlarla, 10 milyardlarla obyektləri satılmağa və əl dəyişdirilməyə gedirdi. İlham Əliyev niyə orada çox qaldı? Həm yas mərasiminə görə, həm də həmən satılası obyektlərə şəxsən İlham Əliyev bəzilərinə baxdı, baş çəkdi. Ona görə İlham Əliyev biraz Gürcüstanda çox qaldı. Əziz həmvətənlər, İlham Əliyevin əlinə ayağına dolaşmasın deyə satılacaq obyektlər var, tikiləcək park, bu havası yaratdılar, güya Heydər Əliyev parkı tikirlər, oraları Əfqan, Sadıqov darmadağın eləyəcəkdi, Gürcü jurnalistləri də başdan yığaraq. Amma İlham Əliyev nə komandası yaradıb bilirsinizmi? Mən bunu eşitdim, qüssələndim, qəmləndim. Mən bunu eşitdim, qüssələndim, qəmləndim. Dəyərli vətənlərim, Səbuhilər, o Putinin zadın ekstrasensləri hamısı 25 gün görürsüz, ağır vəziyyət yazır. Mən deyəndə ki, may ayının 10'una qədər İlhamın kitabını bağlayacaqlar, inanmırsınız? May ayının 10'una qədər İlhamın kitabını bağlayacaqlar, may ayının 10'una qədər. Böyük başlar gedəcək, ən böyük baş İlhamın başıdır. Gedəsi, ən birinci baş. Böyük olması ən birinci baş. Ay qardaşlar, İlham Əliyev nə komandası yaradıb bilirsiniz mi? Heykəl məsələsi boş şeydir. İlham Əliyev gizli komanda yaradıbdı. Biz düşünürük Azərbaycan xalqı İlham Əliyev qaçacaq. Xalq başqa diktatorların heykəllərini necə devirirsə, İlham Əliyevin atası Heydər Əliyevin də heykəllərini elə devirəcək. Biz belə düşünürük elə. Mən də təzə hakimiyyətə gələn kimi o heykəlləri yığıb kanalizasiya kimi bir dəriyə tökəcəyəm, dəriyə. Bütün Bakının kanalizasiyası onun üstünə axacaq o heykəllərin. Açıq şəkildə də görüntüsünü qoyacağım ortaya. Canlı kamerayla CD-lərin, poxların oraya töküldüyünü görəcəksiniz. Mən də belə dedim elə. Arzumuz ürəyinizdə qalacaq deyəsən. Artıq Heydər Əliyevin heykəllərini gizli komanda yaradılıb. Bunun üçün hər rayonda adamlar və xüsusi maşınlar var. Hazırlanıbdı dijurlu maşınlar. Necə ki, İlham Əliyevin qaçış planına uyğun olaraq dənizaltı, dənizüstü təyyarələrdə növbə ilə pilotlar qalır. Necə ki, yeraltı keçidlərdə hazır maşınlar. Eləcə də dəyərli vətənlərim, heykəlləri Gürcüstana daşımaq üçün plan cızıldı. İnqilabın ayaq səsləri gələn kimi, bütün Heydər Əliyevin heykəlləri Gürcüstana daşınacaq. Artıq bunun danışığını eləyiblər.